Salam uşaqlar, gəlin indi yüklü zərrəciyin yenə radiusu, periodu, tezliyi başlığındakı 106-cı sualımıza baxaq. Nə deyir bizim üçün? Deyir ki, bir cins maqnit sahəsində çevrə üzrə eyni sürətlə hərəkət edən elektronların dövrətmə tezliklərini müqayisə edin. Özü də bu yeni sualdır uşaqlar, əvvəlki toplumumuzda yox idi. Baxırıq ki, məsələnin şərtində bizə deyir tezliyi tap. Həmçinin bizə nə verib? Eyni sürətlə hərəkət edir deyir. Həmçinin bizə də gördüyünüz kimi təsvirdə də nəyi qeyd edib? Radiusları fərqli şəkildə. Bunun radiusunu verib bizim üçün gördüyünüz kimi 2R, bununkini isə R verib. Yəni bir sözlə dəyişən də radiusdur. İndi bu üçünün birgə iştirak etdiyi düstur nə idi? Əlbəttə ki, V bərabər idi 2pi n r. Məndən istədiyi nədir? Tezlikdir. Buradan tezliyi tapanda n bərabər olacaq nəyə? V bölünsün 2pi r-ə. Biz bilirik ki, yanakı kəmiyyətlər tərsdir. Ona görə n-i tapanda onun yanındakılar hər biri düşdü məxrəcə, qalanları isə qalxdı sürətə. İndi deyir ki, sürətlər eynidir. Ona görə sürətləri görməzdən gələk, tezliyi dəyişən səbəb deyil. 2pi ədəddir. Tezliyi dəyişən səbəb nəymiş onda? Radius. n1 böl n2 bərabərdir. Radiusdan da tezlik necə asılıdır gördüyünüz kimi? Tərs. Yəni olacaq R2 bölünsün R1-ə. N1 bölünsün N2 bərabərdir. Gördüyünüz kimi ikinci təsvirdə radiusu vermişdi bizə neçə? 2R. Birinci təsvirdə neçə vermişdi? R. Nisbətlərimiz də artıq 2R'in R oldu. Deməli, R'lər daha doğrusu getdi. Olduğunda burada neçə? N1 bərabərdir 2N2. Onu da harda verib bizim üçün? Onu da bizə B variantında qeyd edib.